Qusara qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü. Rayonun Bədirqala kəndində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi olub. Elçin Fətəliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə 4 yaşlı Yaqub Əliyevi vurub. Nəticədə az yaşlı aldığı xəsarətlərdən ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Yaqub Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciəvi hadisə baş verib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Polis valideynlərə müraciət edərək azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb. Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır, deyə müraciətdə vurğulanıb. Cəllabadda da ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Cəllabad Soltankənd avtomobil yolunda qeydə alınıb. Belə ki, Cəllabad şəhər sakini 53 yaşlı Sakit Abdinov idarə etdiyi avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarə etməni itirib və avtomobil yolun kənarına çıxıb. Hadisə nəticəsində Sakit Abdinov ölüb. Qəzadan öncə sürücünün qəfil ürəyinin tutduğu ehtimal olunur. Faktla bağlı Cəllabad rayon prokurorluğunda araşdırma aparılır. Emin Kərimov, Elşən Feyzullayev, Sadiq Kərimov, Xəzər xəbər.